Deməli bu günləri Kia Rio 2015 sedan maşında ayaqaltı işığın quraşdırılmasını göstərəcəm. İnşallah bəlkə kimsinsə faydalı olur. Özüm axtardım, bunu tapa bilmədim. Yəni nə Azərbaycan blogerlərdən belə deyə, nə də xarici tapa bilmədim. Quraşdırılması var. Mən belə quraşdırmaq istəyirəm. İndi əvvəlki videolarıma baxmışsınızsa görərsiniz. Məndə Mazda'da deməli quraşdırmışam ki, qapı açılanda işıq yanır. Deməli o formada quraşdıran görməmişəm. Mən biraz internetdə araşdırma aparmışıq. Gördüm burada predixranitellər buradadır. Bu da baxmışam. Deməli bu salonun işıqlanmasıdır. Bu işıqdan da biz tok götürəcəyik inşallah. Qapı açılanda məqsəd odur ki, qapı açılanda işıq yansın, qapını bağlayanda işıq sönsün. Yəni məntiqlə belə olmağı daha yaxşıdır. Məqsəd uyğun, çünki adam ayağının altın işığını görür də ən azından. Ayağının altını görür. Mən gedə-gedə işığı neyirəm ki, bu knopka ilədir. Bundan işlədənlər bilir. Belə fikirləşirəm ki, daha yaxşıdır. Oturanda işığı qoşmanın nə mənası var ki? Nəysə, getdiyində mən buradan bu predixraniteldən çıxardıram buradan. Bunu çıxartdıq. Bura qoşacağım inşallah bu tərəfdəkinə. Massanı da buradan bir yerdən götürəcəm. Ola bilsin elə köhnə. Burada kamera qoşulub bu tərəfdən. Massanı da oradan götürəcəm. Buradan bir də kabel uzadıb gətirib buralarda bir yerdə saxlayacağım. Sonra qoşacağım. Çatmışıq bu hissəyə. Deməli artıq dediyim kimi müsbəti, yəni toku buradan götürdüm. Salon boşuşmam. Salon ışığı niyə yanmır? Salon ışığı yanır. Ha, yanmır. Deməli bunu buradan götürdüm. Massanı da yuxarı gedən kameraya gedəndən. Bunu basıb saxla bilən belə. Bunu saxla bilən kamerayı çəkir al. Bunu çəkir. Mən test edirəm. İşlədir. Buranı çək. Buna test olsa puntla da yəni sabit formada saxlamaq olar. Hadi yani üstüne olsun stabil. Burası burada şeydir, ha, orada puntla dəyişmək lazımdır. Deməli biz belə bir səhv eləmişik. Biz buradan salon plafonunun işığını qoşurduq. Ona görə qapını bağlayanda işıq sönmür. Sən demə bura daimi tok gəldi, pastiyanlı tok gəldi. Ona görə getdi ustaya. Usta bizə məsləhət gördü ki, toku pastiyanı ver oradan, massanı, yəni nolu buradan ver. Qapı bağlananda şey eləsin. Bu da mənim 5 manat almışdın da bunu. Bunu 5 manat aldım, açardı. Süftə edirik. Vasifin onda şimdi həqiqətən işimizə yaradı. Deməli, zərqalqana yandıram ki, biraz yaxşı yapışsın. Nəhayət yoxlayırıq. Yanır deyə. Bir saniyə. Şu qaranlıqda daha yaxşı görünür. Hətta oradan işıq yanır da görünür. İndi söndürəndə əla. Yanır. Sən bağlanır da. Söndürdü. Mənim araqlı görüm deyən hələ heç sən basmıyor. Yox, gərək qabağı eləyəsən, qabaq olanda. Çünki plafonuna qoşmamışıq axı. Sən bunu açanda yanacaq hamısı. Onu sən demişən. Sən birinci açacaqsan sonra. Ən optimal variant budur. Əslində biz plafondan götürsəydik. plafon ışığına bir yerdə yanır. Hə, burada plafon oradan alın burada. Hə, götürək. Amma yenə də yaxşıdır, mübarəkdir. İşimiz yekunlaşdı, şükür Allaha. Basıb, indi bir də sən bu qapı bura açıqdır, indi burada yanmır, hə? Gərək ora mütləq ora açılar. Olsa sən demişsən, ora açanda, böyle bunu,